Avtomobilin 450 litrlik bagaj həcmi mövcuddur. Arxa oturacaqlar aşırdılarkən 1496 litrlik ümumi bagaj həcminə çatdırmaq mümkündür və düz döşəməsi var. Altda qəza üç bucağı və bir sıra vasitələr burada yerləşdirib. Burada mənə maraqlı gələn ən maraqlı bir element var ki, düz bir çubuqdur, xüsusi bağlanma yeri var. Bu nə üçündür? İndi sizə qeyd edəcəm. Bagajda zavoddan artıq burada sizin üçün masa da göndərirlər. Bu ayaqlar vasitəsilə masanı qurursunuz. 220 voltluq elektrik yuvası yaxud 12 voltluq elektrik yuvasından yararlanaraq istənilən yerdə saxlayıb avtomobilinizi piknik edə bilərsiniz. Avtomobillərin yük pərdələrini yəqin ki görmürsünüz. Peugeot 30 modelində yük pərdəsi yerini baxın bu şəkildə sərt bir yük masası əvəzləyir. Bu həm piknik masasıdır, həm də burada xüsusi bir yer var ki, yerləşdirərək sancaqlar vasitəsilə bərkidilir və çox davamlı bir döşəmə şəklinə gəlib çıxır. Döşəmədə yerləşdirilən bu çubuqlar bu masanın ayaqlarıdır. Xüsusi bağlantı yerlərindən bağlayırsınız və piknik masanız hazırdır.